işlər falçı olsaydı. Zülfüqar bəy. Məni uşaqlar göndərdi, dedilər ki, bəs Hə, bala, xoş gəlmisən. Deməli, 3 dənə sual verə bilərsən 50 manatdır. Razısınızsa başlayaq. eksim var. Bir dənə baxa bilərsiniz, o mənə yazacaq, geri qayıdacaq, yoxsa yox. Eksin. Aha. Hə, bala, onun səndə gözü var. Səni Aha, nə dəlilər kimi gözə? sevir, amma xalası olmayan evlənəcək. Bəs Zülfüqar bəy, necə eləyim ki, o mənə qayıtsın, bəs nətər eləyim? Hə, necə eləyə bilərsən? Deməli, bax, bunu götürürsən. Gündə 3 dəfə. Qoyursan alnı var. Pərvanə kimi fırlanırsan, şuqudang-dang, şuqudang-dang, şuqudang-dang. Yaxşımı? Bəs həqiqətən qayıdacaq. Yox, o mən bilməm, o Allah bilər. Mən prosta deyirəm ki, elə də indi ola bilər insandır, bəlkə qayıdar, bəlkə Bəlkə qayıtmaz. qayıtdı. İkinci sualı da alın. Bəs Zülfüqar bəy, bildimi? Bəs mənim maddiyyatım da zəifdir, maşın da almaq istəyirəm. Aha. Nəyi məsləhət görürsüz? Necə eləyim, nətər eləyim? Çanqanı istəyirəm alım. Nə məsləhət bilirsiniz? Ay, yox, çanqanız adı neysə, başım bırakışa beydiza satırlar. Gəl ondan al, taksi parklar zatlar var. Elə bax, burada Beydə məndən sür. var. Mən WhatsApp-dan yazırsınız göndərirəm, aylıq 1200. Mənim də 3-4 dənə maşınım var, vermişəm ora. Ancaq elə eləyə bilərsən. Sondan bağa deyib, beydi daha yaxşıdır. Mənimə pul gələcək, ona baxa bilirsiniz. Hə, maddiyyat. Bu nədir? Hə, bu cinlərdir. Cinlərlə sənin işvə görə sivilsin, gələcək bilirlər. Bir dəqiqə. Hə? Hə, danışdım. Napoli ilə Qarabağın oyununa 2500 atarsan, 1000 manat, 50 manat da bizi görərsən. Nə yaxşı mı? İş 50-lik də biz sən. Hə. Bildim. Hə, get, problem yoxdur. Hə, qız kabinetə gedim, problem yoxdur. Nətər lazımdır cavab eləyərəm. Prosta kabinetin adında bir də saatındır. Saatına uyğun mən cavab eləyirəm.